Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər, məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Qaqa, yenə nə edəmsən ki sən? Görürsən ki, səni sayan yoxdur. Heç kim sənə hörmət eləmir. Heç kim səndən vecinə də almır. Bəs fikirləşmirsən ki, bu milləti ayağa qaldıran, bu milləti sənə qarşı nifrət oyatdıran həmin o sənin o məmurlarındır. Bunu görmürsən, bilmirsən. Sənin hansı məmurun Azərbaycanda kiməsə kömək edib, heç kimə. Sənin məmurların tək rüşvət üçün gəlib ora. Çünki pul verib gəliblər. Keçən səfər də dedim ki, pulla girirlər vəzifəyə, sonra da pulların yığırlar. Pulu götürən kimdir? Onları işlə təmin edən kimdir? Qaqa, sənsən də. Sən bu millətdən nə istəyirsən? Bax, uşaqlarımıza, autizmli balalarımızdır. Elon Musk da autizmlidir. Görgünən dünyanı idarə edir. Bu uşaqlar anadan olanda, bunlar xəstəliklə anadan olmuyor. Bunları xəstə eləyən, şizofrenik eləyən sənin həkimlərindir, sənin hakimiyyətindir. Niyə görə Azərbaycanda o boydana autizm mərkəzi tikmisiniz? Həmin mərkəzdə cəmi 10-15 nəfər var. Toka dövlətlilərin balaları. Və bu kasıb balaları neynəməlidir? Kasıb balaları psixotrop içib ortalığa düşməlidir. Və bunu siz görmürsünüz. Allahınız yoxdur sizin. Heç olmasa bir arada bunlara da fikir verin. Bunlara da şərait yaradın. Bunlar üçün də yerə. Bu Çiçək Məmmədli də vallahi o xanıma hərdən ürəyim ağrıyır, yazğım gəlir. Çiçək Məmmədli ilk autizm problemini ortaya salan ziyalılardan biridir. Güya DHT açıb ki, uşaqlara kömək eləsin. Sənin məmurların həmin DHT-də iyanə verənlərə cəmi 200 manatdan artıq iyanəyə icazə vermir. Yəni ki, 200 manat cəmi bir gündə 200 manat gəlməlidir. Qaqa, harda görünüb bu? Demək, hər tərəfdən sıxırsınız da, hər tərəfdən insanlara əziyyət verirsiniz də. Onun özü 2 dənə autizmli balıya baxar. Birini şizofrenik eləmişsiniz. Bəs Allahınız yoxdur sizin. Danışanda da belə elə. Bizim pullarımız hara gedir? Bizim pullarımız gedir Vatikana 45 milyon. İndi Trump həriflədi 1 milyardı tutdu aldı səndən. Vence gəlir təzdən 1 milyar. Deyirəm də özgə malın özgəyə verməyə nə var ki? Bizim mallarımızı verirsən, bizim pullarımızı verirsən də. Ona görə də ki, deyirəm ki, bu uşaqlara yazğın gəlsin, bu uşaqlara hörmət elə. Analar nə çəkir, nə çəkirlər bunlar, onu görürsən, bilirsən. Bax günən, gör günən. Və sənin birdən belə balon olsa, nəvələrin biri belə olsa, xoşuna gələr. Və bu qədər də olmaz da, bu uşaqları psixotrop maddələrlə niyə bu günlərə qoyursunuz? Azərbaycan əməli başda pul tələsinə dönüb. Yuxudan duran elə əvvəllər heç olmasa gizlin rüşvət verirdilər. İndi rüşvətin özünü legallaşdırmışsınız. Elə şey olar. Və bu millətə, bu insanlara, bu balalara yazığınız gəlmir sizə. Bunların anaları hər gün səhərdən, yuxudan durandan axşama qədər sizlərə qarğış eləyir. Tüpürüm o pula, tüpürüm o ada ki, balalarınız elə vəziyyətdə olur. Bəstüründə göy sən balalarında sağlam can var. İnsanlara baxırlar, insanların qarğışıdır da. Niyə görə düzgün söz sizə təsir edir? Niyə görə düz sözü siz başqa cür gözürsünüz? Sənin böyründə, başındakı o yaltaqların var. Birinci düşəndə elə səni vuran onlar olacaq. Necə ki, sən aton adamların vurdun. Elə bilirsiniz ki, axıracandır bunların hamısı. Yox, heç biri axıracan deyil. Sənin aton nə qədər yaxın ətrafı var idi, dostu, tanışı var idi, hamısını vurdular. Sən də ona göz yumdun. Sən də dedin ki, vurun, yaxşı eləyirsiniz. Mən başa deyim, hansı məntiqlə yaşayırsınız siz? Sizin bu məntiqinizin adı nədir? Azərbaycanın baxıram, görürəm qazilərimiz var, qazi balamız var. Bir dənə iş tapılmır onlara. Azərbaycan uşaqları əməli başda əsir qalır. Mən başa düşə bilmirəm. Bakı Dövlət Universitetindən tutmuş o biri universitetə niyə saxlayırsan? Hamısı pul tələsidir də. Elə bir dəfəlik çıx günən de günən ki, ay Azərbaycan, siz bizim qulumuzsuz. Canınız çıxsın, işləyin. Mən də bu pulları balalarıma yedizdirim. Bir də o Trumpa, zirə-zibilə yedizdirim. Onda deyərəm ki, hədə cəhənnəm o kişi kimi boynunu alır ki, mən bu milləti saymıram. Bu millət mənlik deyir. Bəstürün İlham Əliyev, bu cür olmaz.
Nə qədər adam hörmət edir, istəmir ki, xətrə dəyilsin, istəmir ki, bir kobud bir söz deyilsin, amma ki, özünüz məcbur edirsiniz. Bu uşaqlara kömək eləginən autizm mərkəzinin açılmasında yardım elə kasıblar üçün. Özü üçün yox, özünüzün var olsun. Kasıblar üçün. O Çiçək Məmmədliyə kömək eləyir. Qalıb yazıq bir dənə qarajda 2 dənə elə xəstə uşaqla. Allah uzu olsun. Amma çətin sözdə Allah olar. Elə yalandan, elə boş-boşuna danışmaqla deyir. Amma yenə millət də oturun fikirləşsin. Gəlin bir dəfəlik əl-ələ verək, bu uşaqlara kömək eləyək, ailələrinə kömək eləyək. Biz bütün rayonlarımızda, regionlarımızda reabilitasiya mərkəzləri açaq. Məsələn, oradakı oğlan uşağı Gəncəli Balatmazdır. Orada Gəncədə açaq, orada açaq, burada açaq. Biz bir yerdə bir əlbir olmalıyıq, amma hamı çəkilir kənara. Heç kim sığortalı deyil ki, sabahları 10 balasının başına bu gələcək, gəlməyəcək. Vallahi hamısı top kimi uşaqlar idi, bunları bugünə salan həkimlərimizdir. Səhiyyəmiz bərbad vəziyyətdədir. Səhiyyəmizi elə bir günə qoyublar ki, deyirəm də, rüşvət baş alır gedir, legal rüşvətdir. Salam verəndən pul alırlar, nə bilim, yerə tüpürəndən pul alırlar, siqaret çəkəndən pul alırlar, bir dənə qəhbələrdən almırlar pulu, çox qutardı getdi. Qalan hər kəsdən pul alırlar, bəsdir undayım. İnsanları pis vəziyyətə qoymayın, insanları bu qədər küçük düşürtməyin. Əvvələm Allah özü kömək olsun millətə. İnşallah görək nə olacaq. Bir də dostlar, imkan daxilində abunə olun.